27 iyun 2026-cı ildir. Hər birinizi xoş gördük əziz izləyicilərimiz. Ləmbana kənd şəhidlər abidə kompleksini qarşısındayıq. İnşallah ki, şanlı bayraqlarımızla gəlmişik. Saat 9 tamama kimi kənddə olan bütün gənclərdən, cavanlardan, qardaşlarımızdan kimin imkanı varsa saat 9 tamama kimi gəlsinlər bura, bizə kömək eləsinlər. Böhrət dayıdır, Yusuf əmi də inşallah olacaq burada. Bizə də istəyirəm, oğlum Tahirdir, mənəm yüksək səviyyədə çəkiliş edirik. Çünki bugün bax, şəhidlər abidə kompleksinə dəstək gəlir Bakı şəhərindən. Nətər ki, bugünə kimi hər 3 xeyriyyət cəmiyyətindən dəstəklər gəlib. Ləmbərən cəmaatı abidənin rəşadqalarının çəkilməsinə yüksək səviyyədə dəstək verib. Bugün də veteranlar, Ləmbərən kəndimizin qaziləri, veteranları, Vaqif əmigil olan, Mehriban əmigil olan veteranlar cəmiyyəti ki var. Bax, oradan Ləmbərən kəndimizin bütün döyüşçüləri, Qarabağ döyüşçüləri Bakıdan bura Ağlaya göndərirlər. Biz də veteranlarımızın göndərdiyi payı, bax, bura olan dəstəyi şanlı bayrağımızla, hörmət və izzətlə qarşılayıq inşallah. Allah bütün dəstək olanlardan razı olsun. Bütün qazilərimizə, veteranlarımızın hər birinə təşəkkür edirik. Allah hamısından razı olsun. Kəndimizdə olan qardaşlardan xahiş edirəm, saat 9 tamama kimi bütün gənclərdən, cavanlardan kimin imkanı varsa 9 tamama kimi gəlsinlər bura, bir də kömək eləsinlər, beşi boşaltmağa. Allah hamısından can sağlığı versin, bütün dəstək olanlara təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Şanlı bayrağımız hər zaman uca olsun, Allah bütün şəhidlərimizə rəhmət eləsin. ...27 iyun 2026-cı il yurt olan, abadlaşan, günü-gündən abadlaşıb gələcəyin qəsəbəsinə doğru inkişaf edən Ləmbərən kəndindən hər birini salam veririk. Qarabağımızın azadlığı uğrunda döyüşən Ləmbərəndən olan igidlərimizin, Qarabağ döyüşlərimizin adından Bakıdan Ağlaya göndərilir, material gəlir. Allah hamısına can sağlığı versin. Xahiş edirəm bütün qazilərimizi, döyüşçülərimizi alqışlayalım. Qazilərimizlə bərabər şəhidlər abidə kompleksinin abadlığına ümumi dəstək verən hər bir xeyriyyə cəmiyyətində olan iştirakçılara, dəstək olanlara, ustalarımıza, maddi, mənəvi, fiziki cəhətdən dəstək olanların hər birinə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Ləmbərən kəndində yaşayıb, canlı, vətən üçün sipər edən bütün Qarabağ döyüşçülərinə Allah can sağlığı versin. Şəhidlərimizə Allah rəhmət eləsin. İstər Ləmbərən kəndimizin şəhidlər abidə kompleksinin tikintisində, istər Ləmbərən kəndində digər bütün xeyri aksiyalarında bizə hüquqi cəhətdən dəstək olan Ləmbərən kənd bələdiyyəsi Qaraş müəllimə, eləcə də Ləmbərən kənd icra nümayəndəsi Yusuf müəllimə və həmçinin qüdrətli dövlətimizə təşəkkür edirik ki, bizə hər zaman hüquqi dəstək verirlər. Bax, Qarabağ döyüşçümüz İlham əmi də buradadır. Buyur İlham əmi. Sağ olun müəllim, çox sağ olun. Veteran qardaşlarımız, qazi qardaşlarımız göndərdiyiniz istək gəldi, çıxdı. Allah'ın köməkliyi ilə davamlı olar. Allah şəhidlərimizə rəhmət eləsin. Təşəkkür ederim. Buyur əmi. Allah qazilərinə can sağlığı versin. Davamlı olar inşallah. Hər şey yaxşı. Allah sizə var. Əmi, xoş gəlmişsiniz. Allah tanrısı versin. Allah şəhidlərimizə rəhmət eləsin. Ruhların şad eləsin. Hamımızın borcudur ki, orada əziyyətimiz olsun. Olsun. Onu təşkil eləyənləri də canım qurban. Allah onların ölənə də rəhmət eləsin, canlarını sağ eləsin ki, belə bir qrup yaradıblar. Amin. Allah razı olsun. Qardaşım, siz də xoş gəlmişsiniz. Səfa gətirmisiniz kəndimizə. Çox sağ olun. Həmişə gözəl günlərimizə gələsiniz. Ləmbərən cəmaatına sizə təşəkkür edirəm. Az bir müddətli Bakıdan çatdınız bura. Oradan da göndərdilər. Səhman əmi gəldi, Vaqif əmi gəldi, Mehriban əmi gəldi, Mədət əmi gəldi, Rıza əmi gəldi. Bakıdan təşkilatçılıq edib. Allah canlarını sağ eləsin. Allah şəhidlərimizə də rəhmət eləsin. Bizim borcumuzu. Amin. Təşəkkür edirəm, minnətdarım. Orada təşkilatçılıq eləyiblər. Bizim cəmiyyətdə də, orada da, veteranlar qrupunda da. Bax, bu materialı bura göndəriblər. Allah hamısına razı olsun. Hayır. Ağam. Buyur Yusuf əmi. Siz də bu parka nəzarət edirsiniz. Allah sağ eləsin. Buyurun. Mən bütün cəmiyyət üzvlərinin hamısına can sağlığı arzulayıram. Allah onların qazancını bol eləsin.
bu veteranlarımızın, bu qazilərimizin də canlarını sağ eləsin. Çünki onlar əziyyət çəkib bu Ağlayı göndərirlər. Bura bax bu abidə kompleksin bərpası üçün, ondan sonra bax bu hörlən zaboru düzəltmək üçün, İnşallah. Ustamız gəlir. abadlıq işi olmaq üçün əziyyət çəkiblər. Allah canlarını sağ eləsin. Bax bura yığışan cəmaatında canını sağ eləsin ki, onların səsini eşidib axşam üstüdür bax bu saatlarım. Amma bura tez gəlmiş olsa daha da insanlar, adamlar çox olardı. Bismillah, Allah ödü xeyir versin. Eşk olsun, destek olanlar. Allah ödü bütün destek olanlardan razı olsun. Allah hamısından razı olsun. Bak Qarabağ döyüşlərimizin, yiğitlərimizin adındandır. Bunlarla beraber Mehmet Akgül'den ağlayalım bura. Her ki Xeyriyyə Cəmiyyətində, 3 tane Xeyriyyə Cəmiyyətində olanların, destek olanların hamısından Allah razı olsun. Allah mülkümü de bereket versin. Bak damatın hamısı yakından çek. Durup bakmayın. Ya olan Ay şura. Bak Sedem'in nebeleri Allah senden sarışın. Görsen geleceğini gitleri xeyrətçiler. Bunlar burada ruh yükseli yaranır. İnsanlarımın hadi tutamıyor yani. Bak sen de bunların hamısı. Lembaran futbol komandası burada da bak. Futbol komandası, Lembaran futbol komandası da gel kömelemeye. Hürmeten oldu hesap. Geçen. Görürsünüz. Görürsünüz milleti, insanlardan öte ruh yükselir. Bu hamısı bilse nedendir bak. Orada bize bakan var ya, müqəddəs şəhidlərimiz. Hamısı onların ruhunu Qazinin, veteranın, vətənin, dövlətin, millətin, elin obanın sevgisidir. Rəhmət eləsin. Ha, olan ruhunu amız eləyirik. Sağ ola başlayın. Sen de əziyyət çəksin. Çok əziyyət çəksin.
Allah olsun qəhrəman millətimize. Allah'a and olsun Azərbaycan xalqı qiyməti yer üzündə yox. Yok yok. Yer üzündə yeganə millət Qarabağ azad elədi. Eşq olsun. Amin. Amin. Eşq olsun Azərbaycana. Allah möhlətəmiyə şəfa versin. Möhlətəmi bir həftəlik yerdədir, mağaza alır. Ay Allah haqq yerdən çıxıb gəlib bura. Allah şəfa versin ay möhlətəmi. Sağ ol, sağ ol. Bir həftəlik yerdən mağaza alır. Allah şəfa versin. Şəhidlərimizə rəhmət eləsin. Köməklərini qardaşlarımız hamısı deyir ki, şəhidlərimizi ziyarət edək, ruhlarına dualar oxuyaq. Allah hamısına rəhmət eləsin. Hamısının məkanı cənnət olsun. Allah hamısına cənnət nəsib eləsin. Tahir. Rəhmət eləsin. Qazilərimizə can sağlık. Amin. Rəhmət eləsin. Amin Allah. Ne eləm ki, səxala xoşuna qoy. Çek. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Əziz cəmaatımız, elimiz obamız, bax bu axşam vaxtı bu gözəl insanlar, Tahir, bunların hamısı yaxından çək başımıdır. Hamısının üzərini çək. Bunlar gələcək tarixdə, gələcək nəsillər hamısını tanısın. Allah canlarını sağ eləsin. Amin. Amin. Bu gözəl insanlar şəhidlərimizin adına buradadılar. Vətənin, dövlətin, elin, obanın adına buradadılar. Ləmbəran cəmaatı adından Şəhidlər Abida kompleksinin abadlığına ümumi dəstək verən hər bir cəmiyyətdə, hətta cəmiyyətdə olmayan dəstək verənlərin hər birisinə, ustalarımıza, kömək eləyənlərə, hətta burada çay gətirənlərə, zəhmət olanlara, parkımıza nəzarət edənlərə, bütün Ləmbəran cəmaatına, bu kətdə, bu eldə, obada nə qədər ki dəstək olanlar var, Allah hamısına razı olsun. Mən istərdim ki, bizim qazilərimiz içində olmaqla bu parka dəstək verən insanlarımızın hamısını alqışlayaq və onlara təşəkkürümüzü bildirək. Allah hamınızdan razı olsun. Allah sizləri var eləsin. Bax, mən bura dəstək verən insanların adından da sizlərə təşəkkür edirəm. Kət yeridir. Hamınız əziyyət çəkib, gəlib kömələmişsiniz. Borcumuz var. Allah sizlərə var eləsin. Minnətdarım. Şəhidlər canından gedir. Biz də Borcumuzu yerinə yetir. əziyyət çəkirik, cüzi bir əziyyət. Amma o canından gedir.
canın feda verib. Yani Allah canını sağ O olsun. Allah cüzi rahmet bir eylesin. 2 tane daş götürdük koyduk oraya bize ne oldu? Ama onlar canın feda verib diye ha. Bizim Allah kahretsin. Allah canını sağ olsun. 100 ildən sonra əziyyət çəkəcək, ülkəsi olan borcu verilməli. Allah hamını da Allah razı olsun. şəhidlər Hayır, Allah rəhmət rahmet eləsin. eylesin. Aziz cemaatimiz, elimiz, obamız, aksiyamız devam edirik. Xahiş edirik her bir kəs, kimler ki bu aksiyalara destek vermeyip, onlar da bu aksiyaya koşulsunlar ve destek olsunlar. Allah sizin hamınızı var eləsin. Allah elimizi, obamızı, milletimizi var eləsin. Eşk olsun ana yurduna bakına, destek olanlara. Hayır, Tabakif. Tabakif. Allah canını sağ olasın. Bu güzel insanlar hamısı tarih yazdılar. Allah canlarını sağ olasın. Amin. Allah rahmet eylesin. Allah hamsına rahmet eylesin. Hamısına rəhmət eləsin. Allah canım şəhidlərimizə də. Amin. Allah sizler var olasın. Rəhmət eləsin. Hava xoşları olsun, yerlərin cənnət eləsin. Amin. Allah rahmet eylesin. Amin. Amin. Allah size değmesin. Allah sizler var olasın. Kim dəstək varsa onlar Allah şəhidlərinə rəhmət eləsin. Amin. Amin. Allah canını sağ olasın. Allah hamınızı çok Allah sizler var olasın. Allah ömrünüzü ömürlesin. Maşallah millete bak andol Allah'a. Akşi belə elə obası, belə milleti olan Allah'a qarxası yeri değmez. Akşi. Allah senin de canını sağ eylesin. Amin. Bak Burada sensən bu əziyyəti çəkən, bu hər bir şeyi yığan, hər bir şeyi düzəldən. Allah ölənə rəhmət eləsin, Allah bunlara da rəhmət eləsin. benim yanıma gelin görüş sana göstereceğim. Gelin buraya. Bak bura ne yazılır? Tarih yazan Sərkərdə, Qarabağ Azərbaycan'da. Bak bu kişi var ha. Ölkə başlı Cənab İlham Əliyev. Andola Allah'a öz apardığı siyasetten de əlavə qəhrəman xalq olan Azərbaycan xalqına arxeyn idi. Atası ölənlər Heydər Əliyev içində olmaqla dünyada en nüfuzlu siyasetçiler olan Azərbaycanlılar həmişə bilib ki, bu el, bu oba, vətən olan Azərbaycanın qəhrəman igidləri var. Dünyada misili bərabəri görməyən ordusu var. Bax, Ali Başkomandan Cənab İlham Əliyev də, bax, belə xalqın, belə elin obasının, dünyada en qəhrəman xalq olan Azərbaycan xalqının birliyinə arxeyen olur, qüdrətli orduya arxeyen olur, öz apardığı siyasetten şəhidlərimizin qanı hesabına, ordumuzun gücünə, milletimizin birliğiyle Qarabağımızı işğaldan azad elədi. Allah elimizi, obamızı, vətənimizi var eləsin. Allah Azərbaycanımızı qorusun. Eşq olsun milletimize. Eşq olsun. Eşq olsun. Allah milletimizi korusun. Allah elimizi, obamızı, vətənimizi var eləsin. Allah dəstək olanlardan razı olsun. Aksiyamız devam edir. Dəstək olmağa devam edin. Eşq olsun. Eşq olsun. Kanalımıza da abone olun, şərh yazın, like edin ve paylaşın ki dünyanın her yerinde olan milyarlarla insanlar sizleri görüp əhsən desinler. Allah sizlerin hamınızı var eləsin. Eşq olsun sizlere. Bak bak bak. Yaxından çək tarih bunlarda. Bakın hele cemaatın ardı indi gelir köməyə. Bak yeni köməyə gelenler de bakın. Bak cavanlarımıza bakın hele bak bunlar indi gelir. Allah canlarını sağ olasın. Turab siz de sağ olun, başınıza dönün. Ermədin siz de sağ olun. Qarabağ döyüşçümüz Yetişəmin oğlu. Bak gəlib Atasəvədən iştirak eləməyə. Allah rəhmət eləsin. Amin. Cavanlar size de teşekkür ederim. Bak. Geçtikler ki böyle bir kampanya gidip gelirler köməyə. Sağ olsun. Minnettarız. Allah razı olsun. Size inşallah növbət dəfə kömək eləyəsiniz. Tarih yaxından çəkiyorlar. Allah canını sağ olasın, möhrətim. Siz de Allah sana da şəfa versin, xanalımı. Sağ ol. Bərus, sen de sağ ol. Çox həziyyətlərim var ama danışçılarımızı inşallah edərik. Allah canını sağ olasın. Minnettarız. Geceniz xeyrə qalsın. Ucu olan Allah'a emanet olun. Növbəti çəkilişlərdə görüşənə qədər. Kərəmli olan Allah'a emanet olun. Sağ ol. Sağ ol. Kadr arkasında en az görkən mənim oğlum Tahir'dir. Çünki həmişə çəkilişlər olur. Həmişə kimi nə qədər ki belə yaxşı işlər var, həmişə burada olmaq borcumuzdur. Ay əmilər, gözünüz arkada qalmasın. Buradayıq. Axıra qədər də işimizin üstündəyik. Yaxşı hamınız varsınız. Eşq olsun sizlərə. Biz birinci məlumatı saat 9 verdik değil. Bak görsən Qasay qardaşımız gel, Zöhrəb qardaş gel, Asaf qardaşımız gel. Birinci informasyonu verdiğimiz vaxtda gəlib çıxdılar. Sonra maşın zəng elədi ki, Ağzəbəddiyəm yarım saata buradayım. Ondan sonra məlumat dəyişdi. Yenə də sizə Ləmbəran cəmaatı adına təşəkkür edirik ki,
gəlmisiniz. Allah canınızı sağ eləsin. Elə bir şeylə əvvəldən axıra kim kömək eləmişsiniz, bildik. Evlatlarınız da gəlmişdi. Allah canınızı sağ eləsin. Minnətdarıq Ləmbəran cəmaəti adından. Allah sənin köməkləri olsun. Bütün veteranların canını sağ eləsin. Şəhidlərimizə də rəhmət eləsin. Amin. Nə qulluq eləyim sizə? Sağ ol. Hamımızın da borcunuzdur şəhidlərin. Nə lazımdır şəhidlərin aksiyasına qoşulmağa, kömək eləməyə. Allah bu göndərənlərin də canını sağ eləsin. Hamının da köməyi Amin. olsun. Amin Allah. Minnətdarıq. Allah yolunuzu açıq eləsin. Təşəkkür edirik. Cəmaatımız var. Nə gözəl elimiz, obamız var. Hamı gəlir. Hamı gəlir. Artıq dirilişin vaxtıdır. Bütün insanlar aksiyalara dəstək olur. Allah razı olsun. Kanalımıza abunə olun, şərh yazın, like edin və paylaşın ki, daha da çox insan baxsın. Görsün və təbliğ olun. Bax, Fərəh qardaşımız indi gəlir köməyə. Saat 9'da hamıya saat 9'da demişdik. Allah canını sağ eləsin. Hə, başım. Elə gəlmiş kimi mitə varsın. Minnətdarıq. Gedən. Hə, gedən. Allah canını sağ eləsin. Sağ ol Turab, Elməddin, sağ ol. Allah canını sağ eləsin. Minnətdarım sizə. Var olun əziz xeyriyyətçilərimiz. BMT TV, Baxşiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abunə olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.